Salam əziz dinləyicilər. Bugün mən müasir dünyanın ən vacib mövzularından biri şəxsi məlumatların təhlükəsizliyi haqqında danışacağam. Bugün texnologiya çox sürətlə inkişaf edir və internet gündəlik həyatımızın vacib bir hissəsinə çevrilib. İnsanlar məlumat almaq, başqa insanlarla ünsiyyət qurmaq və müxtəlif xidmətlərdən istifadə etmək üçün telefonlardan, kompüterlərdən və planşetlərdən istifadə edirlər. Sosial media, onlayn alış-veriş, bank xidmətləri və təhsil saytları həyatımızı daha asan edir. Amma texnologiyanın inkişafı ilə birlikdə təhlükələr də artır. Ən böyük təhlükələrdən biri şəxsi məlumatların oğurlanmasıdır. Şəxsi məlumat dedikdə insan haqqında olan bütün vacib məlumatlar nəzərdə tutulur. Bunlar ad və soyad, telefon nömrəsi, ünvan, şəxsiyyət vəsiqəsi məlumatları, bank kart nömrələri, şifrələr, şəkillər və sosial media hesabları daxildir. Əgər bu məlumatlar başqa insanın əlinə keçərsə, ciddi problemlər yarana bilər. Məsələn, kibercinayətkarlar insanların bank kartı məlumatlarını oğurlayıb, onların hesablarından pul götürə bilər. Bəzən sosial media hesabları sındırılır və həmin şəxsin adından yalan məlumatlar paylaşılır. Bu isə həm maddi, həm də emosional problemlər yaradır. Buna görə də şəxsi məlumatların qorunması hər bir insan üçün çox vacibdir. İnternetdə ən çox rast gəlinən problemlərdən biri zəif şifrələrdən istifadə edilməsidir. Bir çox insanları yadda saxlamaq asan olduğu üçün sadə şifrələr seçir. Məsələn, 1, 2, 3, 4, 5, 6 və ya QWERTY və ya öz adlarından istifadə edirlər. Amma bu şifrələri tapmaq çox asandır. Güclü şifrələr böyük və kiçik hərflərdən və rəqəmlərdən, xüsusi simvollardan ibarət olmalıdır. Uzun və mürəkkəb şifrələr daha təhlükəsizdir. Həmçinin bütün hesablar üçün eyni şifrədən istifadə etmək də təhlükəlidir. Əgər bir şifrə oğurlanarsa, digər hesablar da təhlükə altında qala bilər. Buna görə hər hesab üçün fərqli şifrələrdən istifadə etmək yaxşıdır. Başqa bir vacib məqam yad insanlara etibar etməməkdir. İnternetdə hər kəs həqiqi olmur. Bəzən insanlar saxta profillər yaradır və başqalarını aldadırlar. Kibercinayətkarlar şəxsi məlumatları əldə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, bəzi insanlar özlərini bank işçisi və ya məşhur şirkətlərin əməkdaşı kimi təqdim edib şəxsi məlumatlar istəyirlər. Belə hallarda insanlar diqqətli olmalıdır. Sosial mediada diqqətli olmaq vacibdir. Bəzən insanların şəxsi həyatları haqqında həddindən artıq çox məlumat paylaşırlar. Harada yaşadıklarını, hara getdiklərini və gündəlik fəaliyyətlərini açıq şəkildə paylaşmaq təhlükəli ola bilər. Pis niyyətli insanlar bu məlumatlardan istifadə edə bilərlər. Buna görə insanlar sosial mediada məxfilik ayarlarından düzgün istifadə etməli və şəxsi məlumatlarını hər kəslə paylaşmamalıdırlar. Telefonların və kompüterlərin qorunması da vacibdir. Bunun üçün insanlar antivirus proqramlarından istifadə etməlidir. Antivirus proqramları cihazları viruslardan və təhlükəli proqramlardan qoruyur. Çünki bəzi viruslar şəxsi məlumatları oğurlamaq üçün hazırlanır. Həmçinin naməlum keçidlərə daxil olmaq və ya şübhəli fayllar yükləmək təhlükəli ola bilər. Bugün phishing adlanan internet fırıldağı çox yayılmışdır. Phishing hücumlardan insanların saxta mesajlar və ya e-poçtlar göndərirlər. Bu mesajlardan insanların şifrə və ya bank məlumatları istənilir. İnsanlar diqqətli olmadıqda məlumatları cinayətkarlara verirlər. Buna görə mesajların həqiqi və ya saxta olduğunu yoxlamaq vacibdir. Uşaqlar və yeniyetmələr internetdən daha çox istifadə etdikləri üçün onların təhlükəsizliyi çox vacibdir. Valideynlər və müəllimlər uşaqlara internetdən düzgün istifadə qaydalarını öyrətməlidir. Uşaqlar bilməlidir ki, şəxsi məlumatları yad insanlarla paylaşmaq olmaz. Məktəblər də informasiya təhlükəsizliyinə çox diqqət yetirməlidir. Çünki texnologiya inkişaf etdikcə insanların təhlükəsizliyi haqqında məlumat olması daha vacibdir. Gələcəkdə texnologiya daha çox inkişaf edəcək. Kibertəhlükəsizlik həyatımızın çox vacib hissəsinə çevriləcək. Nəticə olaraq texnologiya insan həyatını asanlaşdırır.
amma eyni zamanda bəzi təhlükələr yaradır. Şəxsi məlumatlarımızı qorumaq üçün diqqətli olmalı, güclü şifrələrdən istifadə etməli, yad insanlara məlumat verməməli və internetdən ehtiyatla istifadə etməliyik. Əgər təhlükəsizlik qaydalarına əməl etsək, həm özümüzü, həm də məlumatlarımızı qoruya bilərik. Diqqətinizə görə təşəkkürlər.